Hər kəsə salam qızlar. Necəsiz? İnşallah yaxşı olun. Çox şükür biz də yaxşıyıq. Gedirik məktəbə, işə, həyatımıza davam eləməyə. Rəna, nətərsən? Yaxşı. Bu arada təzə ayaqqabılarımızı geyinmişik. Qızımla mənə mübarək olsun. Göstər qızım. Yoldan portakal aldım. Çatdım, artıq işdəyəm. Öncə həmişə işlərimi görürəm, hər şeyi rahatlayıram. Məsələn, satılanların yerinə depodan gətirib əlavələrini qoyuram. Mağazini silirəm, süpürürəm, çay dəmləyirəm. Mən günorta getdiyimə görə məndən sonra ondan alverin açotunu eləyirəm. Pullarını ayırıram, mayanı, qazancı hamısını yerbəyer eləyəndən sonra daha sonra çayımı içməyə başlayıram. Səhər-səhər işə gələndə gördüm qapıda 2 dənə xanım dayanıbdı. Mən elə bildim ki, müştəridir də məni gözləyir mağazinin açılmağını. Bəs yaxınlaşdım ki, bu dəqiqə açıram. Dedilər ki, biz səni görməyə gəlmişik, izləyicinik. Çox sevindim, xanımlarla tanış olduq. Sırf mənə görə gəlmişdilər bura. Dərsə gedirdik deyir, gəldik ki, bəs səni görək də. Burada neçə gündür planlayırıq ki, gələk səni görək. İkisi də bir-birindən qonşuymuş. Biri birinə məsləhət görübdü illər öncə məni izləməyi. İllərdir də deyir ki, izləyiciməm. Tanış olduq, çox mehriban xanımlar idi. Əli boşda gəlməmişdilər. Təşəkkür edirəm. Payları çox olsun, cibləri dolu olsun. Gözəl hədiyyələr almışdılar mənə hər ikisi də. Qızlar, keçən dəfə də mən yazmışdım ki, izləyicim gəlmişdi, mənə hədiyyə almışdı. Demişdim ki, evə gedim, çəkərəm sizin üçün, amma çəkmədim. Niyə çəkmədim? Məsələn, mən qızların mənə gətirdiyi hədiyyələri çəkmirəm. Biri var, mən özüm aldığım bir şey ola. Ona gəlirlər, irad tuturlar. Biri yazır, keyfiyyətsizdir. Keçən dəfə biri yazmışdı ki, polkaların arxasında toz basmış malları alırsan falan filan. Bu mənə o qədər də təsir eləmir də. Yəni deyirəm ki, xarakteri budur da, insandır. Gözü elə görübdü, qəlbi elə görübdü. Amma başqasının mənə aldığı hədiyyəyə kimsə gəlib bir söz yazsa, bir artıq əksiz söz yazsa, mən ona həm özüm üzülərəm, həm də ki, istəmərəm də ki, qarşı tərəfin nəsə qəlbinə dəyəcək bir şey olsun. Ona görə də mənə gələn hədiyyələri çəkməməyə, paylaşmamağa qərar verdim. Yox, izləyici özü deyərsə ki, yox çək, onda çəkərəm, amma belə çəkmək fikrim yoxdur. Mağazin işlərini bitirdim. Eşə çayımı içim. Birinci işlərimi bitirdim ki, çayımı rahat-rahat içim. Burada kinderim var, kinderimlə içim. Hamilə pişiyim hardadırsa bugün tapmıram onu. Səhərdən axtardım ama tapmıram. Canım mənim, mən bunu sevmədim. Bunu istəmirəm. Başqasını ver. Oradan o pislərdən ver. Uzunlardan ver. Bunlardan? Hə. Hə, olsun. Başkaları da var. Hadi birini ver də. Olsa heç birinin adını bilmirəm. Mən bundan yiyeyim. Otur. Sen baba. Yenicə sağalmışam ha qızlar. Əslində yenicə vurmadan mənim tərif verir. Onda qulpu yoxmuş ha qış. Bu niyə qulpu yoxdur ha qış? Qulp yadlarından. Bir tane sessiz oldu. Ne? Kompakt. Böyle. Qaqa. Geçersin. Savunayım şu an. Marka sıktı. Sabun satıp sabun satıp bir sabun.
Bunu evdə də düzəldərik. Rənanın gözündən iraq, Rənaya vermirəm, ona görə ki, Rənaya verdikdən 1 saat sonra Rəna xəstələndi. Çox belə uzun da gözləmədim. keçən dəfə vlog çəkilişim günü şəhərdəki marujna aldıq, birini Rəna birini. İkimiz də xəstə yatdıq. İkimiz də həmin gün idi biz qızdırma verəndə. Həmin günü qızdırma verdik. Səhərsindən Rəna başladı öskürdü. Boşun mamam yazıq əvvəllik dəmləyib bir tər öskürərini kəsmişdi. Sən də gördün ki, mən xəstələnmədim. Dedim, bunu niyə xəstələndirməyim? Ay qış, bunun niyə çumuğu yoxdur? Bir şey var. Marujdan hiss eləməyini istəyirəm. Marujnaya çumuğu qənaət edibdi. Çıxdım qızlar, kitabımı da götürdüm ki, evdə oxuyum. Bu arada kitab həqiqətən də getdikcə maraqlı gəlməyə başladı. İlk başlarda biraz isinməmişdim kitaba, amma biraz da sizin qızışdırmağınızla kitab artıq mənə həqiqətən maraqlı gəldi. Gedirəm, o gün oturduğum kafe var idi, orada roz rəngdə. Oranın aurası xoşuma gəlmişdi. Gedim orada oturum, bir stakan kofe içim, bir də biraz kitabımı oxuyum. Biraz özümlə baş-başa qalım. Ondan sonra da elə düz qabağından da çıxıb marşruta minib gedərəm evə. Bu kafenin həqiqətən aurasını çox xoşlayıram. Bəlkə də sakitliyini xoşlayıram, bilmirəm, amma nəsə xoş gəlir bu kafe mənə. Keçən dəfə gələndə dedim ki, bəs hər şey qəşəngdir. Xanıma dedim ki, hər şey qəşəngdir. Bir dənə içəridə səs yoxdur, musiqi yoxdur. O olsa daha qəşəng olar. Bu dəfə gələndə və xanım mənə belə bir jest elədi. Çox xoşuma gəldi, nə yalan deyil. Keçən dəfə bu yox idi vəbşə. Yenə gəldim, adım Soçi idi. Soçi, hə, Soçi dedik. Bu da hədiyyə olaraq verildi. Bunu mən aldım. Bunu da jest olaraq elədilər. Kafede demək olar ki, 1 saata yaxın oturmuşdum. Qəşəng kitabımı oxudum, 2 stakan kofe içdim. Çox da xoşuma gəldi. Həm qulluq olaraq çox qəşəng, insanla mehriban davranırlar, həm də sakitlik olaraq, görsəl olaraq çox xoşuma gəldiyi üçün burada özümü çox rahat hiss edirəm deyə bura yəqin ki, mən tez-tez gələrəm. Əvvəl bilirsiniz Çinara gedirdim. Çinarın aurasını xoşlayırdım. İndi artıq Çinarı dəyişmişəm. Çıxdım, Astanovkada marşrut gözləyirəm, gəlsin. 19-da Allah göstərməsin. Onun üstündə bütün rəqəmlər gəlir ondan başqa. Qızlar, gedirəm yanımızdakı salona, hansı ki dırnağımı düzəltdirdiyim salon var idi. O bizim yanımızdadır, avtozavoddadır o. Gedirəm ora. Niyə gedirəm? Birincisi, başqa işlərim var, onları görməyə gedirəm. İkincisi də ki, mən keçən dəfə saçımı kəsdirəndə papaq qoymuşam bu arada istilin günündə. Saçımı yudum çıxdım. Papaq qoymuşam ki, krip olmayım. Mən biraz maxrafamda soyuq dayan kimi o dəqiqə başlayır məndə proseslər getməyə. Nəysə, nəyi deyirdim? Qızlar, keçən dəfə saçımı kəsdirəndə kraska qoymuşdum deyə çox az ucundan kəstirdim ki, yəni ucuna yığılan kraskalar getsin də. Yəni modeli falan heç nə vermədim. Sadəcə çıqqılı ucundan kəsdim. İndi artıq havalar açılıbdır, qurtqalar filan çıxıbdır deyə bəzi sırğalar, iri sırğalarla filan saçımı artıq çox yığmıram da, yəni çox vaxt açıq qoyuram. Ümumiyyətlə mən çox vaxt açıq qoyuram saçımı. Nəysə, indi saçıma biraz model verdirməyə gedirəm. Biraz arxasını gödətsin, azacıq belə abyomunu falan düzətsin, qabağı yenə uzun qalsın da, yəni arxası gödəkdən uzuna gəlsin. Qızla danışdım, dedi gəl biraz elə eləyim ki, yəni xoşuma gələn bir form olsun. Açıq qalanda özümü də xoşuma gəlsin. İndi düppədüzdür, düppədüz karedir. Yəni azacıq, çox az qabağı biraz arxadan uzundur, çox az. İndi biraz fərq belə ciddi gözə görünsün deyə gedirəm, həm saçımı kəsdirim. Ay, onu
bir cıkkılı bir şeye orada mən 15 manat pul vermişdim. İnansız bir cıkkılı bir şey. O hadise ki qayçıyla onun özünü də kəsə bilərdim. Ona 15 manat pul vermişdim. Hayf puluma. İndi o daha o salona getmirəm. Şeydir. O uca şəhərdədir də. Mən bir də ora getmirəm. Elə yanımızdakı salona gedirəm. Həm başqa işlərim var, onları görsün. Həm də elə onları görmüşkən başqa iş dediyində maska falan ola bilər. Hə, həm də ki şeydir. Gedim saçımı kəssin. İndi yoldayam. O da bizə yaxındır. Küçəmizin elə bir baş tərəfindədir. Bu gözəl xanımın əllərinə sağlıq, çox qəşəng əl işi var. Allah ondan razı olsun. Qəşəng ürəyimcə saçımı düzəltdi, ürəyimcə elədik. Həm söhbət də oluruq, ondan qəşəng mehriban yola gedirik. Səmimiyyətimiz, zarafatımız var. Üzü də gözəldir, çəkmək istəmədim. Amma istəsəniz xanımın Instagram adresi də var. İradə Beautiful. Ondan izləyə bilərsiniz xanımın əl işlərini. Avtozavodda olur. Gəncəli xanımlar sevə-sevə müraciət edə bilərlər. İnanın ki, peşman olmayasınız. Mən də peşman olmamışdım. Burada saçım artıq istədiyim kimi düzəldibdi, kəsibdi. Çox sağ olsun. Sizcə də yaxşı yaraşmadı mı mənə? Atamın otağının ışığı yanır, değil mi? Atam oyaqdır. Anaşım, yemek yiyeceğim. Her şey yolunda. Orada yediğindi. Aç mı sanki? Adam uçtu yedim. Acıksan değil mi dondu? Ha buraya gelme. Ay Lena, Ha. ne tersen? Kızlara salam de. Selam. Dene salam kızlar. Selam kızlar. Dene ne tersiz? Yetersiz. Gebra, gebra. Ay kızlar bakın Renat'ın dişi düşüp bakın. Hangi dişin düşmüştü bu? Yukarıdaki yoksa aşağıdaki? Kişi. İki tanesi. Bir tane yukarıdan düşüp bir tane de aşağıdan düşüp bakın. Renat mırık kalır. Ha. Bura çim kravata da. Burada düşüp. Ha, elini ağzına sürtme de. Elini ağzına sürtme. Bileğine kadar ağzına sokma elini. Renat geçəkdirlər, kızlar geçən oğlandılar Renat. Renat axıllı oğlandı, həm də dərslərini qəşəng oxuyur. Həm də Rəna ilə həmişə rus dilində danışır. Çünki Renat mayda imtahana girəcək. Elə Renat, sən imtahandan keçəsən və xalası ona söz veribdi ki, imtahandan keçsən sən nə alacaq sənə? Sürpriz. PlayStation alacaq da, sürprizi PlayStation'dır. Hə, xalası deyibdi ki, əgər imtahandan keçsən, PlayStation alacağam sənə. Mən sənə başqa hədiyyə alacağam da, demişəm axı. Ranın pisleşim yer. İndi sən imtahandan keçsən, mən də sənə başqa hədiyyə alacağam. Söz vermişəm axı. Ben ne zaman çizemane olsun? Can, Ben ne zaman çizemane olsun? sən imtahandan keçəndə ürəyin nə istəsə, o sənə qurban olsun canım. iPhone Pro Max. Mən qızımın daha yaman güclüdür. iPhone Pro Max özdə. Sən üçün anan iPhone Pro Max işlətmir. Yatırsan. Yaxşısan. Bu niyə bura qoyursan? Tərləyir boğazın. Onu əzizləyən kimi o başlayır o dəqiqə ağlayır, gözləri dolur, çox kövrəkdir. Kövrək ürəyinə qurban olum atamın. Ona xoş sözlər dedikcə o belə xoş halından ağlayır da, xoş halından gözləri dolur. Allah cəmi ataları qorusun. İçində də mənim canım, gözüm, ürəyim atamı inşallah. Hə, Şeyde çıxardım. Grill.
Hə. Axşam ürəyimiz qeyri-adi bir qril istəyərsə. Mama nə pişirmişdin bu günləri? Heç şey. Mamam bugün yemək pişirməyibdi. Üzr istəyirəm. Mamam bugün yemək pişirməyibdi. Mamam bugün Başqa. biz də ac qalmayaq deyə dedik ki, baxım Alima. Daha neyniyək? Nərgiz xanım bu gün bizi acından qırdı. Qadan almaz. Nə qədərə gəldi? 7 dəqiqə. 7 dəqiqədən sonra qril yeyəcək. Kuruyumuz da anlattı. Gel babacığım. Nuş olsun. Çok sağ olun. Sağ ol. Biz yeməyimizi yeyək qızlar. Gəldiyiniz, izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Like etməyi, abunə olmağı unutmayın. Qarşıda çox maraqlı, çox gözəl ideyalı fikirlərim, vloqlarım var. Məni izləmədə qalın. Bu mənim ikinci işimdir. Dəstəyiniz üçün hər birinizə tək-tək təşəkkür edirəm. Pis yazanlar sizə də təşəkkür edirəm. Sayənizdə siz yazın, mən pulumu qazanırım. Siz qəşəng-qəşəng yazmasanız da mən qəşəng-qəşəng pulumu qazanıram. Öpürəm hər birinizi. Özünüzə yaxşı baxın. Hələlik.